Yaxşı. Baxın, bura qədər dediklərimizi bir qeyd eləyək. Mən sonra bunu göndərəcəm sizə. Demək, nə dedik? Baxın. Aa, dedik ki, dəyişən adları niyə yazmadı? Hə, yazdı. Ekranı görürsünüzmü belə? Bəli, müəllim. Bəli. Dəyişən adları. Demək, dəyişən adlarında aa, böyük hərflə, baxın, böyük hərf, bir də kiçik hərf, kiçik hərf. Bunlar fərqlidirlər. Fərqli. Yəni, böyük A ilə kiçik A bir-birindən tamamilə fərqlidir. Dəyişən adında istifadə olunacaq simvol. Bir nə idi burada? Alt xətt. Alt xətt, məsələn, A. Belə yazım ki, rahat başa düşülsün. Alt xətt idi. Sonra dedik ki, dəyişən adında nə olmaz? Rəqəm və digər simvollar ola bilməz. Yəni, mən 3A şəklində yaza bilmərəm. Amma yadda saxlayın, A3 şəklində dəyişən adı verə bilərəm. Çünki niyə? Başlayanda nə ilə başlayır? Hərflə. Amma bu başlayanda nə ilə başladı? Rəqəmlə. Sonra print dedik. Dedik ki, bu print bizim çap funksiyamızdır. Yəni, nəticəni ekrana çıxarır. Bunun içində mətin tipli bir verilən veririksə, onu mütləq dırnaq içərisində yazırıq. Dırnaq içərisində. Bu dırnaq içərisində bir dırnaqdırsa, bir dırnaqla da bağlanmalıdır. 2-dirsə, 2 ilə bağlanmalıdır. 3-dürsə, 3 ilə bağlanmalıdır. Əgər dırnaq işarələrinin oxunuşunda səhv varsa, yəni Python bunu səhv oxursa, sənin istədiyin kimi oxunursa, həmin hissəyə bir dənə tərs slash verəcək. Tərs slash. Bu tərs slasha biz dedik qaçış simvolu. Qaçış. Sonra bir slash n dedik. Dedik ki, bu slash n yazılmış iki sözü, məsəl üçün yazmışdıq qatar getdi. Bunu getdi tərəfini bükę bilər aşağıya. Neynəsən? Bura slash n yaz. Bax, bu qədərini demişdik. Hələ ki. Yaxşı. İndi qayıdaq təzədən bura Pythona. Ardın deyək, yenə alta doğru qeyd eləyəcəm. Onları sizə göndərim. Yaxşı. Slash n dedik. Sonra var uşaqlar slash tab. Yəni slash n-dən başqa bir də var slash tab. Ümumiyyətlə tab deyəndən nəyə nəzərdə tutulur? Klaviaturada bir tab işarəsi var. Buradan bir dəqiqə sizə paylaşım nəyi? Enter screen deyək. Aha. Buradan bir Word açım sizin üçün. Tab düyməsi var klaviaturada. Bu tab düyməsi nə edir? Məsəl üçün, deyək ki, mən bir söz yazıram. Yazıram bura, tutaq ki, belə Hüseyn. Bax, kursorun buradan vurur. Kursorumun vurduğu yeri belə böyütdüm ki, biraz görsənsin. Aha. Baxın, tab dediyim zaman, baxın, həmin sözü müəyyən mövqeyə, bu müəyyən mövqe dediyim nə qədərdir? 8 simvoldur. 8 simvol sağa atır. Yəni 8 simvol fərqləndirir durduğu yerdən. Bu Word-dədir. Biz bunu inşallah deyək ki, abituriyent kimi davam kimlərsə eləsə, onlara elə bil bu haqda məlumat sonra Word-də verəcəm. Word-də belədir. Buna Excel-də baxsaq,
Excel-də necə gedir? Excel-də demək xanalarda, məsələn bu xanada durmuşam. Tab dediyim zaman sağa doğru digərinə keçir. Bax, bu şəkildə hərəkət edir tab dediyim zaman. İndi biz bunu Python-da eləmək istəsək, yəni müəyyən mövqe sağa doğru hərəkət eləsin. Ona nə edirəm? Yazıram bura, tutaq ki, yenə, məsələn, yazıram, dırnaq işarəsi içərisində, salam, slash, tərs slash tab, yəni tərs slash t, buradakı slash t tab nəzərdə tutur. Salam, məsəl üçün, qrup dedim, bağladım. Burada salam deyəndən sonra mən ümumiyyətlə məsafə buraxmadım. Yəni burada sözlər arasında məsafə yoxdur. Sadəcə ortada bir dənə slash t var və bu möhtərizəni bağlayıram, yəni printin möhtərizəsini çalışdırıram. Aşağıda baxın, yəni nə qədər məsafə var, mən oranı işarələdim ki, tam görsəniz. Yəni bu iki söz arası məsafə deyil. Bu iki söz arası məsafədən çoxdur. İndi bunu daha da çox eləmək istəsəm, yəni istəsəm ki, daha çox olsun, onda nə edəcəm? Baxın. Buradakı slash t'ləri çoxaldacağım. Baxın, slash t, belə yazdım. Yenə çalışdırıram. Məsafəyə baxın. Aydın oldu mu? Bəli. Bunlar kiçik olsa da gələcəkdə bizim koddaşdırmada görəcəyimiz işlərdə yəni önəmli olan hissədir. Yəni mən kodu bir yerə qədər yazdım, gəldi. Amma mən o yazdığım kodu ekrana çıxartmaq üçün mütləq printdən istifadə etməliyəm ki, qarşı tərəf deyirəm ki, məsəl üçün burada yazmışam bu yazdığım kod falan işi görür. Deyir çalışdır görüm. Çalışdırdım. Bunun printi yoxdursa bu ekrana çıxmayacaq. Yəni nəticə mən orada görə bilməyəcəm. Ona görə də mən gərək nə edeyim? Bu print daxilində işləri əvvəlcədən yaxşıca öyrənim. İndi başqa bir şey deyək. Ə, deyək ki, burada nə yazım məsələn sizin üçün? Yazıram A bərabərdir. A bərabərdir. Yazdıq yenə salam. B bərabərdir. Nə yazaq? Burada yazaq dost. İndi gəldim aşağıya. Deyirəm ki, print A, burada bir dənə qapalı möhtərizə. Siz buna aralıq olaraq parça da deyirsiniz. Deyirəm ki, məsəl üçün burada 0 və bu möhtərizəni bağlayıram. Həm açdığım qapalı möhtərizəni bağlayıram. Həm də printin möhtərizəsini, baxın, burada bağladım. Və bunu çalışdıracağım. Əvvəl bir çalışdıraq, görək nə çap eləyir, sonra açıqlama verim. Çalışdırdığım zaman mənə burada çap elədi nəyi? S hərfini. Yəni burada baxsam, birinci hərfi mənə çap elədi. Gördüyüm odur, birinci hərf. Amma yadımda saxlayıram ki, bax bu qapalı möhtərizə içində dəyişənin, yəni qabağında dəyişən, dəyişəndən sonra belə bir qapalı möhtərizə içində hansı rəqəmi versəm, həmin dəyişəndə həmin rəqəmə uyğun olan indeksdəki elementi mənə göstərir. Bəlkə cümləm belə uzun oldu. Daha sadə desəm, göstərməklə necə deyəcəm? Burada mənim A dəyişənim var. Bax, bunu işarələyəndə burada bunu da işarələyir, fikir verin. A dəyişənim var. Mən deyirəm ki, A-nın 0-cı indeksində olan elementi mənə çap elə. Print. Yadınızda saxlayın ki, bütün koddaşma proqramlarında heç bir fərqi yoxdur. İstəyir Java olsun, istəyir C++ olsun, nə olur olsun.
Hamısında saymaq, yəni bir sıranı göstərmək başlayır sıfırdan. Yəni biz deyək ki, 5 nəfər yan-yana durmuşuq. Bizə desələr ki, saymağa başla, yəni adam sırası ilə say. Biz deyirik 1, 2, 3, 4. Amma kod dili, proqramlaşdırma dili bunu başlayır sıfırdan. Yəni deyir 0, 1, 2, 3, 4 bu şəkildə sayır. Ona görə də mənim buradakı sıfırıncı indeks elementim artıq aydın olur ki, mən bunu başlasam bu salam sözünü saymağa, yazı saxlayın, heç vaxt dırnağı nəzərə almıram. Dırnaq sadəcə daxildəki məlumatın stringer olduğunu mənə göstərir. Yəni mətin tipli olduğunu göstərir. Onda bu olur 0, bu olur 1, bu olur 2, bu olur 3, bu olur 4. Başa düşdüyümü niyə burada S-i mənə çap elədi? Yani İndi baxaq, Rahil bəy, əgər başa düşdünsə, oradan o tərəfə, məsəl üçün deyək ki, bunun burada bir vergül qoyuram. Sonra bir də deyirəm ki, B-dən B-dən mənə çap eləsin. B-dən çap eləsin. Birinci element. Yəni A-dan burada o hərf olacaq. A-dan çap eləsin 0-ı, B-dən çap eləsin 1-i. Çalışdırdım, bax, S-O. Bəs ortada Etmən o. niyə Bəli. məsafə var sizcə? Bax, məntiqi olaraq fikirləşin görün. Ortada niyə məsafə var? Vergül olduğu üçün. Əla, Vergülə görə. əla, əla. Bax, vergülə görə orada məsafə var. Yəni mən danışanda da bunu ədəbiyyat dərsi olsun, daha çox elə bilirəm ki, ə, orada daha çox rast gəlirik də. Məsələn, danışanda nəyisə sadalayanda onlar arasında vergül varsa, yəni bir nəfəsi saxlayır. Elə bil, məsəl üçün sizin adlarınızı saysam mən deyirəm Rahil, bir dayanıram, sonra deyirəm Ümid, bu şəkildə davam edirəm. Yəni Rahil Ümid demirəm heç vaxt. O mənada burada bu vergül varsa, bu vergül demək istəyir ki, sən burada bu boşluğu buraxmalısan. Bax, yenə deyirəm, ha, bunlar önəmli şeylərdir. Siz imtahan verəndə, tutaq ki, bax, sıradan bir dənə belə test düşəcək. Sıradan belə 3 dənə sətr. Sənə deyəcək ki, bu kod nəyi çap eləyir? Aşağıda bəndlər verəcək. O bəndlərdə sən S hərfi ilə o hərfin bitişikdə görəcəksən. S hərfi ilə o hərfin ayrı da görəcəksən. Yəni sən tutaq ki, ələdin. Məsələn, S hərfi ilə o hərfin ortasında plus var. Sən deyirsən ki, burada plus yoxdur ki, mən plusu götürüm. Minus yoxdur ki, götürüm. Yaxşı, bunları ələdin. Əgər buradakı vergülün anlamını başa düşməsən, gəlib axırda iki variantda qalacaq. Düzdür, orada ehtimal var ki, yarı və yarı düz yazılsın, amma səhv yazma ehtimalında var. Yəni sən S boşluq o da götürə bilərsən, S o da götürə bilərsən. Deyəsən ki, S ilə o-yu çap eləyir. Vergülün mənasını başa düşməsən. Ona görə də bax, diqqətli olmaq lazımdır. Bunlar kiçik nüanslardır, ancaq e, belə deyək, testlərdə cavaba çatmaq üçün əsasdır. İndi mən bunun ortasında, bax burada plus işarəsi qoyuram belə və çalışdırıram. Fikir verin. S, o bu dəfə necədir? Bitişikdir. Ona görə bitişikdir ki, mən demək istədim ki, A-nın sıfırıncı indeksindəki elementi plusun mənası budur. Birləşdir B-nin birinci indeksindəki elementi ilə. Bax, plusun mənası burada birləşdirdi. Əslində toplama deyəndə yenə elə birləşdirməni mən nəzərdə tuturam. Yəni normal riyaziyyatda da belədir. Sadəcə orada məsələ nədir? Mən deyirəm ki, məsəl üçün riyaziyyatda, riyazi dildə deyirəm ki, 5 üstəgəl 3. Yəni 5 ilə 3-ü birləşdir.
Yəni burada 5 də saydı, 3 də saydı. Biz bunlara Pythonda integer deyəcəyik. Yəni bunu belə də başa düşmək olar. 5 alma, bir də 3 alma. Sən bunları birləşdir bir yerə, onda olacaq 8 alma. Yəni bunlar birləşib böyüməyəcək ki. Sadəcə biz başa düşürük ki, bunlar saydı. İndi burada birləşdir deyəndə, yəni S ilə O-yu birləşdir deyəndə S bir dənə, O bir dənə. Niyə yazmadı iki dənə? Çünki bunlar say deyil. Bunlar nədir? Stringerdir, mətindir. Mətni mətnə birləşdirəndə yan-yana dayanır. Yəni say deyil, yenə təkrar edirəm, obyektdir. Obyektə birləşdirsən yan-yana dayanır. Yəni sən tutaq ki, bir əlində iki barmağını birləşdirsən, onlar birləşib bir dənə qalın barmaq olmayacaq. Yəni iki barmaq sadəcə yan-yana duracaq. Fikrimi başa düşürsünüz nə demək istəyirəm? Bəli. Yaxşı, əla. Bəli. Davam eləyək onda. Əgər səsimdə kəsilmələr olmursa, davam eləyək. Yaxşı. İndi baxın, deyək ki, mən buradakı indeksləri bir qədər dəyişəcəyəm. Baxın, buranı çıxdım. Bura bir də qayıdacaq. Buraya yazıram. Məsələn, 2-dən a, əvvəlcə belə eləyək ki, yəni buranı biraz geniş tutaq. Burada salam sözündə az hərf var. Elə belə yazaq. Salam dost. Bitişik olsun qoy. Buna yazıq qardaş ki, qarışdırmayasınız. Hansı hərf dedim, necədir deyə. Deyirəm ki, A dəyişənində 2-dən 5-ə. Bax, belə bir şey dedim. 2-dən 5-ə. Bu 2-dən 5-ə nə deməkdir? Yəni, ikinci indeksdəki elementdən başla, 5-ci indeksdəki elementə qədərmi, yoxsa kimimi? Qədər. Qədər. Yəni, 5-ci elementə kimi desəm, 5-ci elementi də götürməliyəm orada. Burada qədərdir. Yəni 5-ci elementə qədər, yəni 5-ci elementin özünü götürməyəcək. Bax, 2-dən başla, 5-ci elementə qədər. Yəni nə edəcək? Bax, 0 sıfırıncı indeksdəki element və yaxud da sıfırıncı cərgədə, sıfırıncı yerdə duran element 1, 2. Buradan başlayacaq. 3, 4. Bura qədər. Qədər deyirəmsə, d-yı götürməyəcək. İndi bunu çapa verək, baxın. Lam deyə mənə nə verdi? Çap verdi. Yəni, ikinci indeksdən başladı. 2-ni çap elədi, 3-ü çap elədi, 4-ü çap elədi. Amma 5-i çap eləmədi. Bax, bu aralıqlara diqqət eləmək lazımdır. Yəni, hardan hara qədər deyir mənə. Bu aralığı düzgün başa düşmək lazımdır. İndi belə bir aralıq versə mənə, baxın. Deyək ki, bura bir 2 nöqtə, 2 nöqtə, yazsa 5, belə bir aralıq versə mənə, belə bir aralıq versə, bu yenə başlanğıcdan, yəni hardan başlayıb ora mən məhdudiyyət qoymamışam. Onun rəqəmin yazmamışam. Bura yazmamışam, yəni 2. Yəni burada 2 olsaydı məhdudiyyət qoymuşam. Məhdudiyyət nədir? 0-dan 1-i götürmə. 2-dən başla. Belə bir məhdudiyyət qoymuşam. Ancaq mən bura rəqəm yazmamışamsa, başlanğıc yerə, bu deməkdir ki, mən ora məhdudiyyət qoymamışam. Amma qurtaracağı yerə məhdudiyyət qoymuşam 5-ə qədər. Və çap eləyirəm, baxın. Salam sözü mənə nə edir? Çap eləyir. Yəni niyə? Bax, 0, 1, 2, 3, 4. Artıq D 5-cidir. Bax, onu çap eləmir. İndi bir də belə eləyirəm. Baxın, bu 5-i də silirəm. Bunun yerinə bir dənə də dırnaq qoyuram. Və çap vururam.
Salam dostun hamısını çap eləyir. Niyə belə çap elədi? Onu daha dəqiq başa düşmək üçün, yəni bura qayıdacağam. Belə bir şey eləyək. Burada mən yazıram sıfırdan 7-yə qədər ya da elə 8-ə deyə 8-ə qədər bir dənə də 2 nöqtə qoyuram bura. Yazıram bura 2. Bu nə deməkdir? Sıfırdan başla 8-ə qədər 2-2 addımla. Yəni 0 üçün yazsam 0 startdır. 8 üçün yazsam 8 enddir. 2 üçün yazsam 2 stepdir. Yəni addımdır. 0-dan 8-ə qədər 2-2 addımla deyirəm. Və bunu çapa verirəm. Çap eləsin, baxaq. S, L, M, O deyə çap elədi. Yəni 0-dan başladı, 0-ı çap elədi. 2 sonra gəlir çıxır L-ya. L-yı çap elədi. 2 sonra gəlir çıxır M-ya. M-yı çap elədi. 2 sonra gəlir çıxır O-ya. Hə, 2 sonra gəlir çıxır T-ya. Amma mən 8-ə qədər deyirəm. T-da 8-dir. Ona görə onu çap eləmir. Bax, sizə gələcəkdə inşallah imtahan verən vaxtı bu testi yazsalar, mütləq ki, cavablarda S, L, M, O, T da olacaq. Belə bir variant olacaq. Bax, kimsə sayacaq. S-dan başladı, 2 hərf L-ya, 2 hərf M-ya, 2 hərf gəldi O-ya, 2 hərf gəldi T-ya. Bu T-yi da götürüb yazacaq. Halbuki bu yazılış necədir? Səhvdir. Biz bildik ki, sonuncunun 8-i götürmədi. Ora qədər dedik biz. Ora qədər. Yaxşı. İndi qayıdıram bayaqçına baxın. 2 nöqtə qoyduq, bir də 2 nöqtə qoyduq. Nə demək istədik? Bax, başlanğıc məhdudiyyəti yoxdur. End, yəni son ə, dəyər məhdudiyyəti yoxdur və addım seçilməyib. Yadda saxlayın, addım seçilməyəndə addım 1-dir. Yəni bayaq mən 2-dən 5-ə deyəndə 2-dən 5-ə deyəndə 2-dən 5-ə qədər addımı göstərməmişəm. Göstərmirəmsə 1 qəbul eləyir. 1-1 gedir. İndi belə olan halda nə edəcək mənə? Baxın, bir də çalışdırıram. Hamısını çap eləyəcək. Niyə çap eləyir? Bir də deyirəm. Çünki başlanğıc üçün məhdudiyyətim yoxdur, son üçün məhdudiyyətim yoxdur, addımım yoxdur. İndi mən bura -1 yazsam, -1 yazsam, ümid deyə bilər, elə bilirəm. Yadında mı ümid? Anladım. Aa, bir dəqiqə. Geridən başlayacaq T-dan. Tərsə yazacaq. Tərs yazacaq. Hə, bax. Tərsə bu şəkildə yazacaq. Niyə tərsə yazacaq? Çünki yadınızda saxlayın. Bax, burada mən bir dənə də print verəcəyəm. Bağışlayın. Bir dənə də print verirəm. Print. Və deyirəm ki, A-da, A dəyişənində mənə -1-i çap elə. Baxın, mənə nə çap eləyir. Yəni, bu üstdəki birinci printdir. Bundan işim yoxdur. Mən buna baxıram. T hərfini çap eləyir. Yəni, mən sıfırdan da başlayıb saya bilərəm simvolları. 0, 1, 2, 3, 4, 5. Təsdən saymaq istəsəm, uşaqlar, yadınızda saxlayın, -1-dən sayır. Yəni, -1, -2, -3, başa hara qədər gəlirsə. Yəni, burada T -1-dir, S -2-dir, tərsdən getsəm. O -3-dür. Bu şəkildə gedir. Burada da mən -1 deyəndə addımım -1-dir. -1, sonra olur -2, sonra olur -3. Bu şəkildə gəlir. Ta başa qədər. Ona görə də
Yadınızda saxlayın. Bir stringer veriləndə həmin stringer dəyişənin adını qeyd eləyib. Bax, bu demək, aralığı qeyd eləsən, 2 nöqtə, 2 nöqtə, -1 şəklində həmin stringer veriləni və yaxud da mətn veriləni tərsinə yazacaq. Bura qədər sual varmı? Xeyr. İndi burada biz bayaq bu 2 dənə veriləni, düzdür, adlarını dəyişdik, amma olsun. Bunları bayaq çap elədik belə. Dedik ki, print A plus B desəm, mənə salam dost qardaş deyə çap eləyəcək. Yəni A dəyişənlə B dəyişənin verilənlərin birləşdirəcək. İndi mən istəyirəm ki, bax burada özüm bir dənə belə boşluq yaradım. Çünki o bir dəyişənin içərisindədir. Salam dost qardaş deyəndə bunları plus işarəsi ilə birləşdirin bir-birinə. Amma bu birləşmə burada olduğu kimi olmasın. Yəni belə tam birləşməsin. Yəni A dəyişəni bitəndən sonra B-yə keçəndə məsafə buraxsın. Baxın, buranı belə yazsam, necə yazsam, baxın. A plus burada bir boşluq buraxsam, bir dənə də plus desəm, bu şəkildə və çalışdırsam. Baxın, salam, dost, qardaş, hamısı necə yazıldı? Ayrı-ayrı. Hamısına məsafə. Burada salamla dostun arasındakı məsafə mən burada özüm yaratmışam, ona görədir. Bu elə bil A dəyişənidir. Bu da B dəyişəninin qiymətidir. Bunlar arasında plus olmasına baxmayaraq, onlar bayaqki kimi bitişik yazılmadılar. Yəni, bax, bayaq belə idi. Print A plus B. Bir də çalışdırıraq. Baxın, bura fikir verin. Salam dost onsuz da özü ayrıdır. Amma qardaş sözü bura bitişikdir. Niyə bitişikdir? Çünki burada salam plus B-dir birbaşa. Amma burada nə eləmişik? Yenə salam plus B-dir. Bax, A plus B və ortada bir dənə dırnaq işarəsi açmışıq, için boş buraxmışıq. Bu boşluq harada görsənir? Bax, bu boşluq buradadır. Bax, buradakı boşluq. İndi niyə iki tərəfdə plus qoymuşuq? Əslində bu tərəfdə işarələdiyim plus, buradakı plusun davamıdır. Yəni mən göstərmək istəyirəm ki, bu plus buradadır, davam eləyir. Yəni ortada bir boşluq var. Əgər siz istəsəz ki, plusla iki stringeri birləşdirəsiniz və bu zaman onlar bir-birinə söz olaraq birləşməsin, sadəcə yan-yana yazılsın, onda ortada bax bundan istifadə edə bilərsiniz və plusu hər iki tərəfə vermək lazımdır bu şəkildə. Yaxşı. Metodlardan printin içərisində əlavə nə deyə bilərik? Baxın. Deyirəm ki, print A nöqtə, baxın, nöqtə qoyduqdan sonra Python'ın ID-lərində, indi burada Tony'dir, adı Tony'dir, burada yuxarıda var, baxın. Python ID-lərində belə bir şey var. Yəni, kömək eləyir sənə. Dəyişənin adını yazdım, nöqtə qoydum. Burada fikir verin. Aşağıya doğru çoxlu sayda mənə metod göstərir. Yəni, bu metodların hansından istifadə edəcəksə, onu seçə bilərsin. Məsələn, mən burada metod olaraq, baxın, U hərfini vurdum, APA gəldi. APA seçirəm. Seçdim onu və möhtərizəni bağladım. Aha.
və çalışdıracağım. Bunları silək buradan. Bu ikisini silirəm. Onu da qaldıraq yuxarı belə. Bir də çalışdırıram. Baxın, salam dost yazısı necə oldu? Böyük hərflərlə. Demək, upper metodu dəyişəndəki stringer verilənin hərflərinin hamısını necə yazır? Böyük yazır. Bu sadəcə hərflərə aiddir. Məntiqi olaraq niyə hərflərə aiddir? Çünki rəqəmin böyüyü kiçik olmur. Rəqəm elə rəqəmdir. Simvolun, tutaq ki, nə bilim, slash işarəsinin, böyük kiçik işarəsinin böyüyü kiçik olmur. Onlar elə bir cür olur. Amma hərfin böyük hərfi kiçik hərf olduğu üçün bu metod vasitəsilə, upper metodu vasitəsilə bütün hərfləri böyük yazmaq olar. Bir başqasına baxaq. Print dedik. A nöqtə, A nöqtə. Bu dəfə lower deyəcəyik. Mühtərizəni yenə bağladıq. Çalışdırıram. Baxın, salam dost upper metodudur. Salam dost kiçik hərflə lower metodudur. Bir başqa metod hərflərə aid olan A nöqtə capitalized, baxın, çıxdı burada. Seçdim. Bağlayıram. Çalışdırdım. Baxın, yenə salam dost yazdı. Amma necə yazdı? Birinci hərf böyükdür. Yerdə qalan hərflər kiçik. Bir də necə yaza bilərəm? Baxın, print A nöqtə title deyirəm. Title. Və yenə çalışdırdım. Title budur. Baxın. Salam dost. Hər sözün birinci hərfi necədir? Böyük yazılıdır. Sual varmı bura qədər? Baxaq görək kim yatıb, kim oyaqdır. Ümid bəy, Deyil sual mən. var mı? Yoxdur. Yox, mən başa düşdüm. Bəli, Yaxşı. Başa düşdük demək. Yaxşı. Ardına baxaq. Belə bir şey eləyək. Bu printdə başqa nə göstərə bilərik? Bura yazıram ad bərabərdir. Bura dırnaq içində yazıram ümid. Ondan aşağıda yaş deyirəm. Yaş bərabərdir. Ümid neçə yaşım var? 16 mənim. Bunu da stringer olaraq yazacağım. 16. Və düşürəm aşağı. İstəyirəm ki, belə bir şey çap edeyim. Deyim ki, Ümid 16 yaşındadır. Yəni bu yaşındadır sözü gəlsin ora düşsün. Bunu bayaqki öyrəndiyim qayda ilə belə eləyə bilərəm. Yazıram bura print. Burada yazıram ad. Bax, ad yazan kimi burada çıxır. Niyə çıxır? Çünki ad dəyişəni qəbul elətdirmişim. Ad. Üstə gələk. Üstə gələk. Burada dırnaq açıb bağlayıram. Bir dənə də üstə gələk. Sonra yazıram yaş. Mənə kömək eləyir gördüyünüz kimi. Sonra yazdım bura yaş. Sonra da yazıram bura nədir? Yaşındadır. Belə yazsam bizim onda problemimiz olacaqmı? Olsun, yox, olsun görək. Yaşındadır. Yazdım belə, bağladım. Çalışdırmağa bir çalışacağım ya, bu çalışırmı? Yazdım, baxın, mənə səhvi verdi ki, bilirdim ki, burada bu səhvi verəcək mənə. Nə edirəm? Bunu burada dırnağa aldım belə. Və yenidən çalışdırıram. Yenə səhvim var. Fikir verirsiniz, yazdığımı heç cürə qəbul eləmir. Yəni, deyim ki, bu pluslar bitişi idi, bunları ayırım.
yenə qəbul edilmir. Yaşındadır sözün buradan çıxıram. Baxın. Yəni birbaşa belə yaza bilmədim. Çalışdırıram. Ümid 16 deyə çap elədi. Ümid 16 deyə mənə çap verdi. İndi mən burada yaşındadır sözü yazmağa çalışsam, yəni Ümid 16 bunun da yanında yazsın yaşındadır. Necə yaza bilərəm sizə? Dırnaq içində dadır. Yox, yaza bilmərəm. Bilsən niyə yazamıram? Çünki buradakı yaş mənim bildiyim söz olaraq yaş deyil. Bax, bu dəyişənin adıdır. Mən buraya yazmışam ki, ad, yəni ad dəyişəni plus yaş dəyişəni. Ona görə burada çıxıb ad dəyişəninin veriləni ümiddir, yaş dəyişəninin veriləni 16-dır. İndi mən istəyirəm ki, bunun yanında bir dənə də yazsın yaşındadır. Mən bura ad bərabərdir ümid, yaş bərabərdir 16 yazmışıq. Aha, Əlavə bir şey də yazar. Ora əlavə bir şey də yazarıq. nə yazım bura? Yazım bir dənə də məsəl üçün B dəyişəni bərabərdir, nə? Yaşındadır. Elə. Aha. İndi gəldim burada, yenə bir dənə plus. Yenə bunu açdım, belə bağladım. Yenə bir dənə plus. Bura nə yazım? B. Yox, Hə? B. B Bəli. demiş. Aha. Burada çıxdı. Ümid 16 yaşındadır. Yaxşı. Bunu uşaqlar başqa formatda, yəni bu bizim öyrəndiyimiz ən sadə variantdır da, ən sadə formatdır. Bundan başqa necə yaza bilərəm? Mən indi çalışacağam ki, onları sizə deyim. Yəni bu yaşındadır hissəsini çıxacağam. Baxın, buranı çıxıram. Bura mənə bu ən primitiv variantıdır deyə mənə bir sətir də əlavə lazım oldu. Məcbur idim belə yazmağa. Ona görə də yazdım. Buranı çıxıram. Bu printin içərisini ə, dəyişəcəyəm. Necə dəyişəcəyəm? Burada bir dənə dırnaq işarəsi açıram. Bu möhtərizənin adına nə deyirsiniz? Sistem möhtərizəsi mi deyirsiniz? Nə deyirsinizsə? Bir dənə bu möhtərizədən atıram bura. Ümid. Sonra birini də atıram. Sonra bir də yazıram yaşındadır. Buranın dırnağını bağladım. Dırnağı açmışdım. Gəldim bu bir tərəfdə dırnağı bağladım. Və bura format metodunu gətirirəm. Baxın, format metodu. Format metodunu gətirəndən sonra bu format metodunun daxilində yuxarıdakı dəyişənlərin adlarının düzgün ardıcıllıqla yazıram. Necə gəldi yazamaram. Yəni birinci ümid sözü gəlməli olduğu üçün buraya yazıram ad. Vergül qoyuram. Sonra yazıram yaş. Aydınmı? Və bu şəkildə yazdım. Çalışdıraq ki, səhvimiz yoxdur. Səhvimiz var. Səhvimiz var. Səhvimiz hardadır? Möhtərizəni harda açıb bax. Hə, hə, hə. Dırnaq içində. Printin möhtərizəsini açmışam. Printin möhtərizəsini bağlamamışam. Yəqin rəngi dəyişdi, gördünüz haranı bağlamamışdım. Sonuncu möhtərizə. Burada açmışdım. Burada gəlib bağlamamışdım. Bu möhtərizə var idi. Bax, belə şeylərə diqqət etmək lazımdır. Bu möhtərizə var idi. Mən bu möhtərizəni printin möhtərizəsi kimi götürdüm, çalışdırdım. Ona görə mənə səhv verdi. Yaxşı, növbəti dəfə çalışdırdım. İndi baxın, Ümid 16 yaşındadır. Mən yaşındadır sözü üçün fikir versəz, üçüncü bir dəyişən istifadə eləmədim. Buna nə metodu deyirlər? Format metodu deyirlər. Format metodunda mən nə edə bilərəm? Əgər dəyişənləri bu və ya digər şəkildə birləşdirəcəyəmsə, hər dəyişən üçün bir dənə sistem möhtərizəsini qarşılıqlı olaraq götürürəm, yəni açıb bağlayıram, açıb bağlayıram. Burada indi iki dəyişənim var idi. İki dənə sistem möhtərizəsi götürdüm. Üçü olsaydı üçünü götürəcəkdim. Dördü olsaydı dördünü götürəcəkdim və s. Burada yazacağım sözü yazdım. Daha sonra format metodunu çağırdım.
Neçə dənə açıb bağlamışam? 2 dənə. Ona uyğun olaraq da 2 dənə dəyişəni burada qeyd edirlər. İndi bu dəyişənləri tərsinə qeyd edilsə nə olacaq? Baxın. Burada yazsam yaş, vergül, burada yazsam ad. Çalıştırsam 16 Ümid yaşındadır. Bax, elə bil bu yaş dəyişəni burada oldu. Ad dəyişəni də burada oldu. Sonra da yaşındadır söz. Nə dediyimi başa düşdünüzmü? Bəli, müəllim. Hı. Yaxşı. Bəli. İndi mən istəyirəm ki, bunu bir balaca da kiçildim. Bir balaca necə kiçildə bilərəm? Bu format metodundan istifadə etmərəm. Baxın, bunun altında yazacağım ki, ondan müqayisə eləyəsiniz. Print yazdım. Print yazandan sonra burada formatı bildirmək üçün bura bir F deyirəm. F deyəndən sonra dırnağı açdım. Yenə o qapalı möhtərizələri əlavə edirəm bura. 2 dənə idi. Aralarında da məsafə buraxacağım ki, bitişməsin bir-birinə. Və sonra yazıram yaşındadır. Yaşındadır. Və dırnağımı nə edirəm? Təbii olaraq bağlayıram. Və nə edirəm? Baxın, indi mən bunları açmışam. Düzdürmü? Bax, bu ikisini. Bəli. Format metodunda belə idi ki, dəyişənləri burada yazmışdım. Ardıcıl olaraq başa düşürdü ki, bax, bu dəyişən gedəcək bu birinciyə. Bu dəyişən də gedəcək bu ikinciyə. İndi axı bunu yazmamışam burada. Nə başa düşsün? Bax, qabaqda F-i verib format tipində yazanda həmin dəyişən adları mütləq bunun içərisinə yazmalıyım. Yəni burada yazıram ad, burada yazıram nə? Yaş. Bu şəkildə. Və çalışdırıram. Şöyle bura. Başa düşdükmü bunları? Bəli. Bəli. Yaxşı. Əlavə olaraq bir-iki şey də deyim. Bu günlük bitirək. Print. Bu print sözün bir türlü mən düz yazamıram. Hərflər biraz tələsik vururam, qarışır. Print. Nə deyək burada? Bir dənə də metod dedim. Len A. Ümid nə edirdi len? Mənim yadımda deyil. Dəyişənin yadınızda saxlayın. Simvollarının sayın və yaxud da belə deyirlər, dəyişənin uzunluğunu tapır. Təbii ki, dəyişənin adından söhbət getmir. Buradan söhbət getmir. Bu tərəfdən, bərabərliyin bu tərəfindən söhbət gedir. Dırnağın içərisində veriləndən. Buradakı simvolların sayı neçədir? 4-dür. Bu həm də bu sözün uzunluğudur. Yəni 4 dənə simvol var. Bəzən belə də deyirlər. Çap eləyirəm. Haradadır səhifimiz? Hə, A yoxdur, ad deyəcəyim. Bağışlayın. Aha. Burada fikir verin 4-ə. Deməli, len nədir? Dəyişəndə verilən məlumatın uzunluğunu mənə bəli, tapdı. İndi belə bir şey deyirəm. Deyirəm ki, print len ad üstəgəl yaş. Nə çap eləyər mənə? 6. Müəllim 4, 2. Ay sağ ol. 4, 2, 6. Bəli. Yox, başa düşmüsünüz. Yaxşı. Birində deyim. Print. Deyirəm ki, print. Ay, nə deyək bura? Yaş vurulsun 2. Nə çap eləyər? 4. 4 müəllim. 4, 2. 4, 2.
Yaxşı, bir dəqiqə bunları silim, qarışdırmayın. Nə çap eləyər bir də soruşuram. Müəllim 2 plus 2 2. Yaxşı, vurun baxaq. Nə çap elədi? Hə, 2-dən 16. Niyə? Çünki plus yazanda dedik birləşdirdi 16 2 dəfə yazırdı 16 16. Aha. Demək, yadımda saxlayıram ki, burada yaş dediyim dəyişənin məlumatı, veriləni stringerdir. Yəni mətindir. Elə bil deyirəm ki, 2 dənə bu mətindən. Bu mətndə axı bunu dəfə eləyənməz, hasil eləyənməz. Çünki burada say yoxdur. Yəni 16-nın daxilində burada say yoxdur. Bu stringerdir, mətindir. Mətin olduğu üçün də 2 dənə 16-nı yan-yana gətirir. İndi mən bunu, bu dırnaqları silsəm burada, bu artıq oldu nə? Say. Baba, bu 2-nin rənginə baxın, bir də bu 16-nın rənginə baxın. Eynidir. Görürsünüzmü onu? Seçə bilirsiniz. Tamam. Aha. Bu Bəli. bayaq burada sayıydı axı. 2 sayıydı. 16 da artıq saydı. Baxın, indi baxın. Çıxdı nə? 32. Stringer olanda stringer veriləni dəfə eləsəm, məsəl üçün burada yazıram bunun yerinə, 16-nın yerinə yazıram bura kitab. Yəni rəqəm olmasın ki, siz daha dəqiq başa düşəsiniz. Kitab yazdım. Çalışdırıram, baxın yazdı kitab, kitab. Yəni stringeri neçə dəfə deyirsənsə o qədər təkrarlayır. 2 dəfə deyirəmsə 2 dəfə, 3 dəfə deyirəmsə 3 dəfə. Amma bura sayı olsa, təbii ki, sayı sayı vuranda hasil eləyir. İndi belə bir şey deyim. Mən burada yaş vurulsun ad deyə bilərəmmi? Mən bir də deyə bilərsiniz başda ondan. Yaş, yəni yaş dəyişəni vurulsun ad dəyişəninə. 4 vurulsun 5 elə. Yox, Ümid kitab. Ümid vurulsun Kitab kitab ümumi. olar mı? Olmaz. Olmaz da. Sən çünki mətni mətnə vuranmarsan. İndi baxın burada səhv verir mənə. Bəs mətni hər hansı bir saya necə vura bilirəm? Bu say o deməkdir ki, bu say o deməkdir ki, bax bu dəyişəndəki mətni bu qədər təkrarla. Başa düşürsünüz? Bəli. Amma burada Tamam. yazanda yaş vurulsun ad, deyirəm ki, kitab sözün ümid qədər təkrarla. Yəni ümid qədər, yəni burada bir say mı var? Yox, mətindir bu. Aydın oldu mu nə dedim? Tamam, başa düşdüm. Yaxşı. Bəli, bəli. Bura qədər dediklərimdə kimin sualı var? Yox, mən başa düşdüm. Başa düşdü. Tamam. Yaxşı. Polad başa düşdünmü? Bəli. Yaxşı. Heç bir sual yoxdur. Xeyr, müəllim. Yaxşı. Bunun bir hissəsinin video qeydiyyatı var. Ee, Mən onu link olaraq, ola bilər video olaraq atacağım elə burada Zoom-da qrupa. Oradan baxa bilərsiniz. Qabaq hissəsi biraz naşılıq elədim, vurdum, Hı, getdi. Amma arxa hissəsi qalır. O hissəyə baxarsınız. yaxşı, müəllim. Ee, Müəllim, Kim davam eləmək istəsə, e, de Rahil. deməli müəllim, Python proqramından məsələn bir kod yığıb onun hansı bir cihazın qurğunun beyninə atmaq olar. Yəni onu belə bu şəkildə atmırlar. Təbii ki, orada
əlavə proqramlar var. Faylları ora köçürmək, yerləşdirmək. O biraz sonrakı işimizdə. Mən özüm yəni onda Arduino proqramından istifadə edirdim. Hə. Dedim Python proqramının ona köməyi olar. Python öyrənəndən sonra Python çox şaxəlidir. Yəni biraz Pythonu internetdə araşdırın. Siz Pythonu yaxşı öyrənsəz, Python içində hər şey, yəni birləşdirə bilən bir proqramlar. Bunun içində riyaziyyatı var, bunun içində fizikası var. Var ki var, yəni qarışıq bir şeydir Python. Python belə deyək də elə bir mövqedə durub ki, Pythonu öyrəndinsə, istənilən bir dili çox rahat bir şəkildə öyrənəcəksən. Yəni təsadüfi deyil də Pythonu abituriyent səviyyəsində başlamaq. Yəni başlayardılar, tutaq ki, elə Arduino başlayardılar və ya Java başlayardılar və ya C++ başlayardılar. Görürsən, onların heç birini başlamırlar. Python başlayırlar. Çünki Python əhatəlidir. Bir araşdırın, məsəl üçün, hansı alqoritmik veb səhifələrin arxa fonu Python'dır. Birini deyim Google, birini deyim Facebook, birini deyim Instagram. Başa düşürsən nə demək istəyirəm? Bəli, bəli. Yəni orada çoxlu alqoritmik hesablamalar var, nəticələr var, analizlər var. Yəni onları yerinə yetirməni təmin eləmək hər proqramın işi deyil. Biz elə bir başlanğıc başlayacağıq abituriyent səviyyəsində. Sonradan universitet səviyyəsində daha da genişləndirəcəksiniz. Deyək ki, backend öyrənəcəksiniz, developerlıq öyrənəcəksiniz. Orada görəcəksiniz ki, Python bir dəryadır. Hələlik biz elə bil belə deyək də, Aydın oldu. Pythonu öyrənirik ki, abituriyent kimi bir imtahan verək ki, hə, mənim Pythonun P hərfinin o bir hissəsi haqqında P hərfinin, ha, Pythonun yox. Pythonun P hərfinin bir hissəsi haqqında bilgim var. Və bunun üçün imtahan verəcək. Daha çox da siz belə deyim də riyazi olaraq öyrənəcəksiniz Pythonu. İndi universitetə gedəndən sonra dəyişəcək biraz təbii ki. Yaxşı. Göndərəcəm videonu qrupa, oradan baxarsınız. Sizə bu Müəllim, dərs buyur. müəllim bir də dərs günləri 1-4 olacaq. Bugün neçənci gündür? Bugün birinci gündə. Birinci, dördüncü gün, bəli, saat 9-dan 11-ə necədə tutmuşuq. İndi biraz az Yaxşı, olacaq, biraz çox olacaq. Sonrakı dərslərdə biraz çox olacaq da vaxt. Bəzən olacaq 2 saat yetməyəcək. Çünki yaxşı. yavaş-yavaş getdikcə çoxaldıqca testlər falan həll eləyəcək. 2 saatlıq vaxtımız olacaq. Zoom üzərindən keçəcəyik. İndi bayaq əlim dəydi, kəsildi. Normalda yəni kəsilməyəcək. Axıra qədər yəni 2 saatı tamamını keçəcək. Yaxşı. Sizinlə xoş idi. Gecəniz xeyrə. Görüşərik inşallah. Sağ olun, mənim gecəniz xeyrə. Sağ olun müəllim. Sağ Xeyrə qalın. olun, gecəniz xeyir. Sağ olun, xeyrə görüşürük.